Salam dostlar, hər vaxtınız xeyir. Bugünkü mövzumuz özünü sabotaj etməklə bağlıdır. Özünə əngəl olmaqla bağlıdır. Bizim olur ki, belə hallar biz hansısa bir şeyi əldə etmək istəyirik, nəyəsə çatmaq istəyirik. Özümüzə söz veririk ki, bundan sonra mən nəyisə, hər hansı bir şey edəcəm və yaxud da ki, etməyəcəm. Yəni bu bir vərdiş dəyişdirmək ola bilər, bir həyat tərzi dəyişikliyi ola bilər, davranış dəyişikliyi ola bilər. Bunu desək belə, çox istəsək belə bir müddət edirik. Daha sonra əvvəlki nə idisə ona qayıdırıq, ona qayıtmış oluruq. Bunun səbəbi nədir? Bunun səbəbi nədir? Sualının İlk ağla gələn cavabı odur ki, insanda iradə gücü yoxdur, insanın iradəsi zəifdir, disiplini zəifdir ki, müəyyən qədər bu doğrudur. Amma bundan daha dərində yatan və adətən daha çox dəfələrlə doğru olan digər bir səbəb var. O da insanın özünü sabotaj etməsidir. Bu o zaman olur ki, biz şuurlu olaraq nəyisə istəyirik, etmək istəyirik deyək ki, və şuur altında isə onu etmirik və yaxud da ki, belə deyim, şuur altında isə daha doğru ifadə etmək üçün, şuur altı olaraq isə onu hər etdiyimizdə etməmək üçün özümüzə əngəl oluruq. Yəni, bir şeyi həm istəyirik, həm də istəmirik eyni zamanda və yaxud da ki, həm İstəmirik, həm də istəyirik eyni zamanda. Yəni ki, hansısa bir vərdiş ola bilər, hansısa bir mənfi həyat tərzi ola bilər, hansısa mənfi bir davranış ola bilər. Dəyişdirmək istəyirik, artıq etməmək istəyirik, artıq istəyirik ki, həyatımızdan çıxaraq. Amma eyni zamanda da həyatımızda saxlayırıq. Bu necə olur? Yəni, bunun tək səbəbi disiplin, bunun tək səbəbi iradə gücü ola bilməz və deyildi. Carl Jung'la başlayan insanın özünü sabotaj etmə haqqındakı məşhur bir anlayış var. O da budur ki, biz hansısa ehtiyaclarımız var. Onları qarşılamaq istəyirik. Bu ehtiyaclar da hansısa travmaların nəticəsində ortaya çıxır. Bu travmalar da adətən gənc, uşaq yaşlarda baş verir və biz buna görə hansısa travmanı, hansısa travma nəticəsində yaranan bizdə formalaşan bir ehtiyacı qarşılamaq üçün davamlı olaraq nələrsə edirik və yaxud da ki, nələrsə etmirik. Yəni, bunlar hamısı şuuraltı baş verən şeylərdir. Bu, deyək ki, hansısa etdiyimiz bir davranış, hansısa bir etdiyimiz vərdiş bilirik ki, bizim üçün heç bir faydası yoxdur və zərərlidir. Amma bunu həyatımızdan çıxara bilmirik. Nəyə görə dəfələrlə özümüzə söz versək də, əsəbləşsək də, motivasiya olsa da, çox istəsək də, bunu bacarmırıq. Nəyə görə alınmır? Carl Jung'a görə, o anlaşmaya görə səbəb budur ki, bizim şuuraltı bir ehtiyacımız var. Biz o ehtiyacı qarşılamaq üçün məhz o davranışa, o həyat tərzinə, o vərdişə ehtiyacımız var. Biz onu bir həftə, 10 gün, bir ay tərk etsək də, sonra yenə qayıdacaq buna. Çünki o şuuraltı ehtiyac ki var, yəni şuuraltı deyirəm, xəbərimiz yoxdur bizim ondan. O ehtiyacdan ki, bizdə o ehtiyac var. O ehtiyac qarşılanmadığı müddətcə və yaxud da ki, başqa bir şeylə qarşılamadığımız müddətcə onu qarşılayan o davranış, həyat tərzi, vərdiş nə idisə, biz ona yenidən qayıdacaq. Bunu dəyişdirmək mümkün deyil. Bunun ən qarantiya yolu iradə gücünə, disiplinə yox, məhz bu yanaşmaya arxalanmaqdır. Bu arada o demək deyil ki, bu iradə gücü, disiplin əhəmiyyətsiz. Xeyr, yəni iradə olmadan, disiplin olmadan insan onsuz da çox bir şey edə bilməz, çox bir şey dəyişdirə bilməz. Amma eyni zamanda da sadəcə iradə ilə, sadəcə disiplinlə də hər şeyi dəyişdirməyə çalışmaq əvvəlcədən məğlubiyyətə razı olmaq kimi bir şeydir. Çünki sadəcə iradə gücü, sadəcə disiplin kifayət deyil. O qədər, belə deyək də, bizim həyatımız, bizim daxilimiz, bizim psixologiyamız, bizim emosiyalarımız, daxili dünyamız, yəni qısacası o qədər sadə deyil ki, biz elə sırf iradə gücündə həyatımıza hər şeyi dəyişdirək. Bu anlaşmanın, bu yanaşmanın ətraflı, yaxşı, əla şəkildə tətbiq etmənin iki yolu var. Birincisi budur ki, bu mövzunu çox yaxşı oxumaq, araşdırmaq, öyrənməkdir. Bunu ki, hər birimiz edə bilərik. İkincisi də bu mövzuda mütəxəssisləşən insanlarla işləməkdir. Bu sahədə mütəxəssisləşən və insanlarla işləyərkən
bu yanaşmadan istifadə edən peşəkarlar, mütəxəssislər kimlər varsa onların işləmək lazımdır. Amma həqiqi peşəkarlarla ki, çünki söz var ki, deyir yarım həkim insanı candan, yarım imam insanı imandan edər deyə türklərin bir sözü var. Yəni peşəkar olmayanda bu elə bir mövzudur. Peşəkar olmayanda nəticə də yaxşı olmayacaqdır. Əgər bu ikisini həll edə bilmiriksə, müəyyən səbəblərdən deyək ki, birincisi misal üçün bu sahədə bəlkə ilk dəfə eşidirsiniz, bəlkə də ki eşitmişsiniz, çox az bir şey bilirsiniz. İkincisi isə elə bir insan hələ ki yoxdur və yaxud da ki maddi səbəblərdən işləyə bilmirsiniz. Necə edə bilərsiniz ki bu qaydadan yenə də istifadə edəsiniz. Yəni o ilk iki saydığım variantlardan istifadə etmədən. Mənim təklifim budur ki, mənim özüm də tətbiq etmək istədiyim, daima tətbiq etdiyim şey budur ki, hansısa bir şeyi dəyişdirmək istəyib, dəyişdirə bilməyəndə daima özümüzdən soruşmaq ki, demədən bunu deyim. Bunu demədən bir mötərizə açım, qaydacağım bura. Biz hansısa bir şeyi çox dəyişdirmək istəyiriksə və cəhd edirik, alınmırsa nə edirik? Bir neçə belə deyək də elədiyimiz şeylər var. Birincisi özümüzü əsəbləşirik, həvəsdən düşürük, çox gərgin oluruq, stres olur. Bəzən ümidimizi, inancımızı itiririk ki, bu alınmayacaqdır. Özümüzü zəifliklə, iradəsizliklə, disiplinsizliklə günahlandırırıq, tənbəlliklə günahlandırırıq ki, bunların hamısının payı ola bilər, hamısının müəyyən qədər doğruluq payı var, həqiqət payı var. Amma bundan sonra ilk etdiyimiz şey olsun ki, mən bunu etməyi niyə istəyirəm? Yəni, niyə edirəm, yox. Daha doğrusu, mən bunu necə niyə dəyişə bilmirəm, yox. O sualı vermədən öncə, özümüzə bu birinci sual olaraq bunu soracaq ki, mən niyə bunu etmək istəyirəm? Yəni, səbəb nədir? Ağlımıza gələn şeylərə kifayətlənməm. Oturub düşünmək ki, səbəb nədir? Misal üçün, mən bu dəyişdirmək istədiyim şey mənim həyatımda ilk növbədə niyə var? Niyə dəyişdirmək istəyirəm bunu? Bu mənim hansı, bu sual önəmlidir, bu mənim hansı qarşılamaq istədiyim ehtiyacları qarşılayır? Əgər onu tapsaq biz, o problemin həlli, məsələnin həlli çox asan olacaq. Tapa bilməsək ki, bir neçə sualla, bir-iki sualla bunu tapmaq çətindir adətən. Tapa bilməsək, yanaşmanın bu olması bizə onu verəcək ki, birincisi biz özümüzü iradəsizliklə iradəsizliklə günahlandırmayacaq, boş hisslə mənfi stresdir, ümidsizlikdir və s. və axır, onlara qapılmayacaq. Yəni, daha konstruktiv bir yanaşmamız olacaqdır. Daha pozitiv bir yanaşmamız olacaqdır. Və bunu sırf bu cür düşünmək, sırf bu cür baxmaq belə qəribə bir şey eləyir, qəribə bir effekt olur. O da odur ki, o vərdişin bizim gözümüzdəki o həyat tərzinin, davranışın cazibəsi düşmüş olur, azalmış olur. Yəni ki, təsəvvür edin ki, bir nəfər çox bir sehirbaz, çox qəşəng bir fənd göstərir. Yəni ki, deyirsən ki, bu necə ola bilər da? Yəni, şok olursan, belə deyək. Amma bir nəfər də gəlir, onun necə etdiyini sənə göstərir. O sehirbazın, o şok olduğun, inana bilmədiyin ki, möhtəşəm fəndi var, belə deyək. Onun sənə necə etdiyini göstərəndə nə olur? Nə effekt olur? Yəni, artıq o səni şok etmir. Çünki bilirsən necə olduğunu. Yəni, bütün sehir açılmış olur. Bütün məsələ açılmış olur. Aşkar olur hər şey. Bizim də bütün davranışlarımıza, vərdişlərimizə, hansı ki biz istəmirik bizdə olsun, bu cür baxmamız biraz o effekti verir və cazibəsi azaldığı üçün də onu etmək istəyi də azalmış olur. Və bu da dolayı yolla bizim onu dəyişdirməmizi asanlaşdırmış olur. Bilirəm ki, bu birbaşa cavab deyil. Ən yaxşısı, yəni əvvəl dediyim kimi, ya bu mövzunu çox yaxşı bilməlisən, araşdırmalısan, oxumalısan və yaxud da ki, bilən biri ilə işləməlisən. Ki, bunlar da mümkündür, zamanla, vaxtla mümkündür. Amma tam o olana qədər bu cür baxmaq məsələlərə, özünə, davranışlarına, həyat tərzi, vərdişlərine bu cür baxmaq hədsiz dərəcədə çox kömək olur və mənasız, lazımsız yerə özünü
stres, gərginlik, ümidsizlik, inamsızlıq, o kimi mənfi hisslərdən də qurtarmış olursan. Daha pozitiv, daha güclü, daha gümrah yanaşsan bütün məsələlərə. Yəni fikirləşirəm ki, tətbiq edən hər kəsə faydalı olar. Ona görə də paylaşmağa qərar verdim. Əgər bu mövzuda etdinizsə hansısa problemlər, sualınız olarsa mütləq yazın ki, mən özüm mövzuda mütəxəssis deyiləm. Mən də bir tələbəyəm, öyrənirəm mövzunu. Əlavə də başqa nə fikirləriniz, təklifləriniz, iradlarınız nə varsa, tənqidləriniz nə varsa paylaşın, yazın. Podkastımızı Spotify-da, Apple-da, harda qulaq asırsınızsa bəyənin, 5 yıldız buraxın. Çünki onlar bizə kömək edir ki, daha çox insanlara çata bilək. Hələlik növbəti epizodda görüşənə qədər.